Salam əziz məktəb dostlar, mən izləyən valideynlər. Bugün Zambaq nəşriyyatının 4-cü sinif monitorinq vəsaitindən Vətən müharibəsi mətnini izah edəcəm. Mən Vətən müharibəsi başlayanda döyüşlərə könüllü yazılmışdım. İlk günlər vəziyyət çox çətin idi. Nicatı da elə orada görmüşdüm. Yoldaşlarımızla söhbət etməyə çox vaxtımız olmurdu. Amma elə doğmalaşmışdıq ki, Nicatla bir-iki kəlmə söhbət edə bilmişdik. Ona hətta övladlarımın şəklini də göstərmişdim. Çox cəsur oğlan idi. Mən döyüşçülərimizin qorxmazlığına, qəhrəmanlığına heyran qalırdım. Ölümün gözünə dik baxan, ancaq irəli getmək haqqında düşünən bu igidlər mənim gücümə güc qatırdılar. Biz istehkamları yara-yara irəli gedirdik. Nicatı son dəfə orada gördüm və bir daha həyatım boyu heç unutmadım. Düşmən bizim bölmənin yerini bildiyi üçün atəşə tutmağa başladı. Nicat bütün yoldaşlarını oradan uzaqlaşdırmaq üçün qısa müddət ərzində plan qurdu. Tam başqa mövqedən düşmən istiqamətində atəş açmağa başladı. Düşmən bu dəfə həmin yeri hədəf alanda biz olduğumuz yerdən uzaqlaşmağa başladıq. Mən yaralanmışdım. Qaçmağa taqətim yox idi. Güclə özümə gəlib başımı qaldıranda tək qaldığımı anladım. Bir də ayılanda Nicatın çiynində olduğumu gördüm. Məni müalicə üçün geri göndərmişdilər. Sağalan kimi geri yoldaşlarımın yanına qayıtdım. Öyrəndim ki, həmin döyüşdə Nicat şəhid olub. Mənə isə heç vaxt unutmayacağım bir xatirə qoyub. Özünü güllələrin qabağına atıb. Onun övladı var. Təhlükədə qoya bilmərəm deyərək məni xilas edib. Mətn kimin dilindən nəql edilir? Deməli, karandaşı seçim. Nicatın xilas etdiyi yoldaşının dilindən nəql edilir. Nicatla bağlı xatirə nədən ibarət idi? Düşməni azdırmasından, öz yoldaşları ilə söhbət etməsindən, yaralı yoldaşını təhlükədən qurtarmasından. Verilmiş xüsusiyyətlərdən biri Nicata aid deyil. Fədakar, vətənpərvər, cəsur, xudbin. O xudbin deyildi. Xudbin hər halda ancaq özünü düşünən, pis xarakter kimi başa düşülür. Mətndə hansı epizoda rast gəlinmir? Nicatın şəhid olması, rast gəlinmir deyir. Şəhid olur, düşmənin Nicatı və yoldaşlarını atəşə tutması, bəli, bu epizodda var idi. Qəhrəmanın döyüşlərə könüllü yazılması, bəli, bu da var idi. Nicatın cəhbəyə gəlişi haqqında məlumat yox idi. Ölümün gözünə dik baxan dediklərinə nəzərdə tutulur. Ölümün gözünə dik baxan o deməkdir ki, yəni ölümdən qorxmamaq deməkdir. Döyüşçülərimizin ölümdən qorxmamaları. Özümə gəlib, frazoloji birləşməsinin mənasına uyğun söz hansı cümlədədir? Özünə gəlmək, yəni bir insan huşunu itirəndə özünə gəlir də, yəni yavaş-yavaş huşu yerinə gəlir. Huşunu itirib yerə yıxılan Tural ayılanda harada olduğunu xatırlamadı. Özünə gəlmək o deməkdir, yəni ayılanda. Yəni uşağın yuxudan ayılmağı o demək deyil, yəni özünə gəlmək. 50-ci qalası informativ mətni. İnformativ mətni artıq bilirsiniz nədir? Yəni orada konkret faktların, dəqiq tarixlərin olduğu mətn. 50-ci qalası Naxçıvanda, 50-ci dağının zirvəsində yerləşir. Deməli, harada yerləşir? Naxçıvanda 50-ci dağının zirvəsində yerləşir. Bura ən qədim insanların yaşayış məskəni olmuşdur. Yəni 50-ci qalası. 50-ci qalası Naxçıvan torpağının memarlıq baxımından ən maraqlı dağ qalalarından biri sayılır. Bu qalanın hündürlüyü 2000 metrdir. Çıxılması çətin olan sıldırım qayalarla əhatə olunmuşdur. Bu qalaya qayaların arasından 3 yandan dar keçid cığırı ilə qalxmaq olar. Bu cığırların zəif yerlərində divar və bürclərdən istehkamlar, səngərlər, hücum mövqeləri quraşdırılmışdır. 50-ci qalasının adı
və tikilmə tarixi dəqiq məlum deyil. Xalq deyiminə görə dağın adı əlini çək kimi işlənmişdir. Başqa bir rəvayətdə isə Əlincə qalasının adının Nuh peyğəmbərin nəticəsi Alıncaq xanın adı ilə bağlı olduğu deyilir. Əlincə qalası tarixdə Azərbaycan xalqının əyilməzlik rəmzi kimi təqdim olunur. Qala olduqca əzəmətli görünüşə sahib olmuşdur. Qalanın divarlarının möhkəm və sarsılmaz olduğu söylənilmişdir. Qala qədim zamanlarda 4 dəfə Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərmişdir. Tarixçilərin verdikləri məlumatlara görə Atabəylər dövlətinin dövründə Əlincə qalası hökmdar ailəsinin sığıncağına çevrilmişdir. Naxçıvanın hakimi Zahidə xatunun iqamətgahı da bu qalada yerləşirdi. Mətnə əsasən hansı sualın cavabını müəyyənləşdirmək olar? Əlincə qalası harada yerləşir? Elə bu sualı cavablandırmaq olar, çünki Naxçıvanda yerləşir. Mətnin giriş hissəsindən bəhs olunur. Əlincə qalasının tarixindən, Əlincə qalasının deməli, Əlincə qalasına tapılan əşyalardan, Əlincə qalasına olan hücumlardan, Əlincə qalasının yerləşmə mövqeyindən. Deməli, Əlincə qalasının yerləşmə mövqeyindən danışılır ki, burada deyir ki, harada yerləşir? Naxçıvanda Əlincə dağının zirvəsində yerləşir və qədim insanların yaşayış məskəni olmuşdur. Əsasən yerləşməsi deyə bilərik. Biri faktdır. Fakt yəni dəqiq məlumatdır. Əlincə qalasının hündürlüyü 2000 metrdir. Bəli, bu fakt mətndə var idi. 2000 metrdir. Baxın, bu qalanın hündürlüyü 2000 metrdir. Birin mətni yarımbaşlığı ola bilməz. Əlincə qalası haqqında rəvayət, Əlincə qalasına qalxmağın yolları, Əlincə qalasının görünüşü, Əlincə qalasının memarı. Burada ən uyğun cavab D variantıdır. Yəni burada onun memarı haqqında danışılmırdı. Onun haqqında, yəni Əlincə qalasının adı haqqında rəvayətlər var idi. Baxın, ora qalxmağın deyir ki, bu qalaya qayaların arasından 3 yandan dar keçid cığırı ilə qalxmaq olar. Bu haqda məlumat var idi. Digərinə baxaq. Nə deyir burada? Və görünüşü. Görünüşü haqqında da deyir ki, onun ətrafında bürclər, istehkamlar, səngərlər və hücum mövqeləri quraşdırılmışdır. Və həmçinin deyir ki, qala olduqca əzəmətli görünüşə sahibdir. Qalanın divarlarının möhkəm və sarsılmaz olduğu söylənmişdir. Bu da onun görünüşü haqqında məlumat idi. Cavab D variantı. Mətndə fərqləndirilmiş sözün yaxın mənalı qarşılığı hansıdır? Əzəmətli, yəni dəbdəbəli. Cavab A variantı. Əzəmətli görünüşü ilə, dəbdəbəli görünüşü ilə. Mətnə əsasən Əlincə qalası haqqında düzgün fikri müəyyənləşdirin. Qalaya cığırla çıxmaq mümkündür. Elə doğru cavab A variantıdır ki, qalaya dar cığırla çıxmaq olar. Diqqətinizə görə təşəkkür edirəm.